Növbəti gimnast Filippinli dəvət olunur. Jasmin Atea Ramilo topla çıxışını bizə icra edəcək. Gəlin izləyək. Yo no he tomado, pero me voy a tomar un traguito ahora. Y sé que lo que más espero, lo más que se me enamora. Soy el perro a tus pies, que te muerde la costilla y las estrellas brillan. La luna se sienta en su silla, que toma lunita, porque está tan amarilla. Estoy cansada, mi cita ya me hace viejita. Mi pelo tan seco, mi piel ya no brilla, pero el mundo es tuyo y en esta noche eres mía. Lo más que se me enamora. Filippinli gimnastın çıxışını izlədik. Çox təəssüf ki, bəzi ciddi səhvlərə yol verdi. Gimnastın çıxışı zamanı çətin hərəkətlər də çox az icra olunduğu üçün balı kifayət qədər az gözlənilir. Hərəkətləri təmiz eləməyə çalışsa da bir o qədər də təmiz eləyə bilmirdi. Sanki kökdür daha çox. Yəni çəkisi artıqdır. Söhbət Botabodan. Toplu hərəkətlərdə çox zərif görsənirdi elədiyi. Filippinli idmançının nəticəsi ekranlara gəlir. 21,350. Əlbəttə zəif göstərici olsa da bir şeydə nəzərə almaq lazımdır ki, bu